Şahrukh Khan fanatı varsa səhifəmdə bu video diqqətlə baxsın. Sizə indi göstərəcəyim qarşı ki var. Xanım baxışları Şahrukh Khan baxışlarına oxşayır. Heç kim bizə yozmasın. Yəni kişiyə oxşayır baxış o mənada yox. Sırf Şahrukh Khan fanatı kimsə onlar məni daha yaxşı başa düşəcəklər. Adam istəyir bölüşsün həmin insanlarla ki, gəlin baxın hansı qaşdan söhbət gedir. Söhbət bu qaşdan gedir. Bir dənə kameraya baxın. Görürsünüz necə oxşayır. Deməli, bu qaşı incə tamamladım. Nanoboss PMU texnologiyasını işlədik. Dəndən çəkilən zıllar öz tükün bitmə istiqamətinə uyğun çəkilib deyə maksimal təbii görsənir. 2 ildən çox qalacaq. Göyərmə qızarma olmur, çapıq düşmür. Biz bunlara zəmanət veririk. Öz tüklərinizin kökə zada almır. Xanım elə bu sualı vermişdi. Heç bir ziyanı yoxdur. Çünki biz düzgün dərinlikdə işləməyi bacarırıq və sizin dərinizə çapıq salmırıq. Belə bir qaşdır. Sizcə necədir? Tam sümüyünə uyğun. Demək olar ki, öz qaşının formasıdır. Sərgiyə saldım. Artıq tükləri götürdük, içini doldurduq. Bu qaş biraz aşağıda idi deyə onu biraz yuxarıdan çəkdim ki, asimetriya azalsın. Öz qaşının forması demək olar ki, bəyənsinlər. Sizcə necədir? Fikirlərinizi gözləyəcəm. Əməyə dəyər verən hər bir kəsə təşəkkür edirəm. Baxın kameraya.